Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Yılmaz Azərbaycanımızı tüm qürbətdə yaşayan qardaşları salamlayıram. 1 may 2026-cı il Bərdə Mal Bazarı. Sən də çəkin mi? Niyə? Al bizimdir abi. Xeyirli bazar olsun. Neçə ilə deyirsən bunları? Bunları satmışam 23'üne. 23 şarımla deyirik. 22 Aşağı yeri var. 22 şarımla satmışım. Yarısını yarısladı. Neçə dənə maldır ki? 15. Beyladan Füzuli. Beyləqan Füzuli malı. Orijinal. De temiz. Ümumiyyətlə bazarda alıcılıq nətərdir? Bu Pis deyil. başdakiler da sənindir. Bu. Sağlıklı var. Bozlar da sənindir. Ha bu bozlar. Bu baştan değil o başa. 15 baş maldır ha. Qiymətləri belə elə bir bax 2 dənə neçəli qiyməti. O 2 dənəni 25 ilə verərik. Belə də çəkisi, Nətə? çəkisi də gələr 165 ilə zaten. 160. 160 ilə, yəni Allah qızı 180. Bunlar ən azından bir onları saxlamalısan da. 7-8 ay bəsdir. Yəni biraz 20 aldı da 1800-2000 aldığını olmaya satırsınız. 1 il satırsınız. 8 ay bəs eləyir buna. Əsr eləyir. O adam var 2 il saxlayır, gətirib 5-inə satır. Saxlasan elə bil belə kum 23. Neçə ilə? 35 ilə. Hə, bu sənin çəkin. Dəqiq bax. Qaçdı. 35-dən zaten gedir də 5-6. Xeyirli uğurlu olsun. Sağ ol. 22 yarım mal. Dedim kütle eleme de değme. Əlbət ki. Ümumiyyətlə mal gətirəndə baxıram da, yəni hamının malına. Sən elə sort mallara üstünlük daha üstünlük verirsən. Neçə dənə malın var? 9 senedir. Hansılardır? Bax sənin malların. O boz neçədir? Bax o iki dənə neçədir böyle. Bunları 25 ile veririm. 2500 ilə. Və bunlar neçə iləndir? Bunları da 22 ile, 21 yarım var. 22 ilə, 21 yarım. Ümumiyyətlə alıcılıq nətərdir? Alacak zayıf. Zəif. İnşallah yaxşı olar. İnşallah, inşallah. Yol ver. Nə gözəl angusları var. Qaqa, mangusları neçə ilə almışsan? Xeyirli olsun. Yox, sən. Sən düşmürsən? Düştü. Düşmürsən. Xeyirli olsun. 5 ay bəs edildi. Kısmet Allah'tan. Allah xeyrini versin. Sağ ol, çok sağ ol. Alınıbdı qardaş. 3 milyon alır. Alınmıştı var. Karalan alınmıştı. Yəqin ki satılır. Videomuzun arkasında video rolikler olacak. 25 lira.
Qaqqanın bax belə bir düyəsi var. Bunun balası erkək kişi. Nə qədərlikdir balası? Ay yarım qap belə, 2 ayın azaldı. Neçənci qarın? 3-cü mal altındadır. 3. Südü nədir bunun? Südü göy otla geyib ot tükərsə 8 litr. Balı ilə balasız? Balasız, 3 məmədən. 3 mamadan. Qiyməti nədir? Qiyməti 31-ə deyirəm, bu dəqiqanın özündə kələdədir mal. Kələdədir. Kəliyə gəlir lan. Həm göy otla geyib ot tükərsə 7 litr, 8 litr süd verir. 7 litr. Qiymətindir? Qiyməti 31. 3100. Bəli, Yəqin ki cibinə girən 3000'dir. bəli. Xeyirli olsun. Sağ ol, var ol. Qardaşım bax belə bir nəyi var. Bunun balası neçə gün düşdü? Kişidir, neçə gün düşdü? Süddü bulama. 15 litr. Şu mamadan 15 litr. Qiyməti nədir? Qiyməti endirimə düşdü. Ha? 4500. 4500. Ne olacak ki? Düya değil bu. Böyle bir ne var aksakal. Bu ne senzi karnında ta? 2. Sütün ha? 8. Babası erkek kişi. Erkək. Erkek. Qiyməti nədir? 2900. Qiyməti 2900. Bak hele bir mal. Bu ne senzi karnında qaqa? Veterandır. Balası nə? Kişi. Kişidir. Sütü nə? 10 litr. Bu veteranın qiyməti nədir? 19. Niye veteran deyirsən ki buna? Diş sağlığı. Diş sağlığı. Qoca diye. Qiyməti nə? 19. 1900'də. Allah xeyirli bazar versin. Simental balalı ha? Mental mələrsən, o yəsi dağdan gətir. Dişidir. Erkəkdir, nə dişi? Erkek? Balası nə qədərlikdir? Musalla. 15 gün. Sütü nədir bunun? 10 litr. Haram alıdır bu? Bərdə. Sütü nə? 10 litr. Göyə çıxır yoxsa yemcal verirsən? Qurotla? Göyə çıxsa nə qədər verər? 15 litr. 15. Qiyməti nədir? Qiyməti 38. 3800'də. Ne güzel. Bu sarı ne sence karında? Sarı olmalı. Kanka bu sarı ne sence karında? Bu birinci baladır. Birinci. Sən nədir? Bu ne? Bu ne sence karında? Bu birinci bala. Balası nedir? Erkek. Erkek. Sütü nedir? 8 litr. Kıymeti? 3600 ha?
adamım. Balası erkek. Erkek. Sütü nədir bunun? 10 litr. Dördüncü de karnadır. Dördüncü qarın. Bak sen de bak. Aa, qəşəng. Pulumun yarısını sakla götür apar. 10 litre vermezsem alıma cevap değil. Üçməməklə? Hə, üçməməkdən. Birim bağlar. Erkək də bağlar. Deyək, balası da bu. Qiyməti nədir? Qiyməti sonu qutaranı 2400. 2400 manat. Xeyirli bazar olsun. Bunların çayxanası var. Bax, belə bir super. Kardeşim bak, belə bir gözəl nəyi var. Balası erkək ha? Erkek. Erkək. Neçə gündür ki balası? 7 günlük. 7. Sütü nədir bunun? 12 litre. 12 litr. Neçənci qarın? 4-cü balası. 4-cü. Qiyməti nədir bə? 3500. Allah xeyir versin. Qəşəng də heyvandır. Bərdə malı. Bərdə malı, Bərdə Qaradağlı kəndi. Qaradağlı kəndi. Qardaşı bax, belə bir nəyi var. Balası oldu. Neçə gün idi balası tam? Təzə doğmuş, 4 gün. Onda bulamadı ha? Sütü nədir? 10 litre. Yem verirsən? Hər axşam ha. Göyə çıxır yoxsa Göyə çıxmıyor. qiymətləri nədir bə? 4'ten deyirəm size. Hardan da gətirsən bunu? Yevlakta. Nə gözəl, nə gözəl. Neçənci qardı bunlar? İkinci qardı. Qırmızıdır balası ha? Bir erkek, bir dişi. Sağ ol qaqa. Allah pazarını versin. Eşekdir, nələr var eşekdir. Eşekdir, cavan heyvanlar. Yəni hər ikisi. Kardeşim bax, belə bir nəyi var. Gördüyünüz kimi. Bu neçənci qarındır bu inəyin? 5-ci balasıdır. Balası dişi. Neçə günlükdür balası? Artı 25 günde 25 gün. Sütü nədir? Sütü 10 litre. 3 məmədən 4. Yem verirsən? Göyə çıxır yoxsa Yok hala çıkıyor. hələ çıxmır. Qiyməti nədir? Kıymet 3 yarım. 3 yarıma. Hardan gətirmirsən bunu gözəm? Zaten içeriz. Ağzabadidən? İçeriz diken. Salam olsun bütün Ağzabadi. Bütün izləyicilərimi tanıyıb tanımadım fərq eləmir. Öz qapı eyvanım ola. Allah xeyirli bazar versin. Çərilə qapınaqda bunun kimi aldısa var. Neçənci qarında tam? İkinci. Aha, mənim dostum qardaşım buradadır. Erkek Balası neçə günlükdür bunun? balası bunun adında 8-9 gün olmalıdır. Sütdü bulama. Süt deyə daha süt. Südə çönür. Bəli.
İkinci qarında Angus Aberdeen sortundandır. Hardan gətirmisən bunu? Bunu mən Yevlaxdan. Yevlaqdan. Salam olsun bütün Aleyküm. izləyicilərin hər birinə. Qiymət Qiymət biraz bahalı gedirəm mən. nə olar ki? Yaxşı malın yaxşı qiymət olmaz. Bəli, 5300 manata deyirəm. Aha. Real alıcıya indirim. Bir dənə çəkin bunu ətraflı bax. Hə, çək. Yəqin ki, cibinə girən 5000 o var. Hörmət eləyərəm. Bir dənə əlaqə nömrəsi deyim, ora qeyd edər. Allah ki, düzəlşərik. 20 Zığına tutula bunlar. Bilən bilir ki, bu Angus sortlarında süd çox olmur, amma zığlı olur. Yem göyə çıxsa nə qədər olar? Göyə çıxsa inşallah 14, 15, 16 belə vurar. Salam dəyərli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Biz bu günləri Ağdamda, Uçoğlan Səfərli kəndində bax belə bir fermamız satışa çıxdı. Gözəl qardaşlar, gözəl insanlar. Hal-hazırda 1 hektarın içindədir, zaborun içindədir ferma. 055 222 25 52'dir nömrədə. Bir hektarın içindədir. Fermanın içində çəkəcəyik. Yəni tam ətraflı. 10 hektarda mən bilən torpağı var. Dəqiq məlumatları verəcəyik. Bir daha deyirəm 055 222 25 52 ilə əlaqə saxlayarsınız qardaşlar. Tam ətraflı məlumatlarını verəcəyik. Düz asfaltın qırağındadır, gözəl bir yerdədir. Qiyməti də 260.000 manat deyilir. 260.000 manat. Yəni özünüz öz aranızda razılaşarsınız. Deməli dəyərli izləyicilərimiz, gördüyünüz kimi bax zaborun içindədir. Yəqin ki bura çobanın evidir yoxsa bura nədir? Bəli. Çobanın evi. Bu birisi də hamam tualet olar da. Hamam tualet o bir tərəfdədir. Pəyələr də ki, deməli 2 dənə qəşəng pəyəsi, 3 dənə qəşəng pəyə var içində. Bir o, bir də bu. Çəkəcəyik, baxın ətraflı. Düz gözəldə bir yerdə. Sən bilərsən, bunun nə qədər torpağı var bu fermanın özünə aid? 10 hektar dedim müəllim mən. 10 hektar torpağı var. Qanuni sənəti qufçusu var. Müəllimlə ətraflı danışıq, müəllim özüsə orada nömrə deyilir. Yəqin ki o kamera sistemidir, hə? İşləyər kameralar. İşləyir. O ambarda ora. Ambarda ora. Ambarlıdır. Ambardır. Burada tövlənin biridir. Və bura yəqin ki müdiriyyətin evi olar. Müdiriyyətin evi buradır. Yəni kim istəsə qardaş, yəni qala da bilər, yəni çobana da verə bilər, qəşəng, gözəl şərait var. Buranın suyu zalı necə? Var? Suyu var, gözəl. Bax, belə kuru qavoy hasarın içindədir. Buyurub baxa bilərsiniz. Bax, belə kalotları da var, gözəl. Gördüyünüz kimi. Hazır. Aç için çəkək birini. Qoy baxsınlar. Mal üçündür, qoyun üçündür bu. Qoyun üçün. Qoyun üçün. Kardeş, birbaşa müəllimin özü ilə 055 222 25 52 ilə əlaqə saxlayın. Qiyməti də 260.000 manat deyilir.
Hakim Ovçun atın. Bax qoyun üçündür. Bura qoyun üçündür, gözəl qardaşlar. Kim nə istəsə eləyə bilər də yan alandan sonra. Burada nə var ki? Qanun sənəti quftusu. Işığı, suyu. Burada qaz sistemi nətər? Qaz var. Qaz gəlir bura yerə. Qazı yoxdur. Amma keçər də yəni xət. Kim istəsə çəkdirə bilər də qardaş. Hakim. Ovçun. Bax navesidir. Gördüyünüz kimi. Hal-hazırda bax, çardağı yana aparıb o başa qədər çatdıra bilərsiniz. Dəmirləri var. Yəni bastırıblar. Navesi. Bu da heyvan yükləməkdən ötəli. Maşın arxasını verir bura. Buradan elə bir şey deyirlər. Yüklürlər maşına. Hakim. Orada ambarzal olar. Açdın oranı. Deməli, gözəl izləyicilərimiz, bura 250 başlıq tövlədir. Çənidəki, içərdə. Bütün Wi-Fi'dir, kameradır, hamısı sistemlər var. Suyu var, ışığı var, qazdakı yan bölünə çəkdirə bilərsiniz, yəni problem deyil. Kalotdakı gözəl, yəni ürəyiniz istəyər. $250 baş bu tövləlikdir. Bax bu mal üçün. Yeridəki geniş, kanalizasiya sistemindəki var. O başdan da qapı var, bu başdan da. İndi hamısını çəkəcəyik, baxın. Buradakı yem ambarıdır, bu tövlənin. O tövlədəki 300 başlıq qoyundur. Bax o biri tövlənin ki. Wi-Fi'dir. Su ilə gedir, ha, kanalizasiya sistemi var. Var, hamısı var. Quyusu var, hamısı var. Yəni suvarma sistemi var. Gözəl. Haranı? Çəkdim oranı. Çəkdim oranı. Bağı da çəkilib baxın hamısına. Gördüyünüz kimi bağı da var. Bax, gözəl qardaşlar. Bax bu bağ buranındır. Bax bu fermanındır. Düz o durbalara qədər, hə? Bax, hasara alınıb durba ilə. Yəni bunlar ağaçlardan hamısı buranındır. Gözəl, gözəl. Hamamı da var. Ondan sonra hər cürə şəraiti var. Hər cürə. Bu ev neçə otaqdır? Ha? Neçə otaq olduğu bilinmir. Qardaş, bura yəni müdiriyyət burada yəni qalır, bax burada. Oradakı çobanın evidir, gələcəkdə. Buradakı 300 baş qoyun üçündür. Hamam orada, ha? Hamam İçindədir. Gözəl. Hər cürə şəraiti var, indi torpağını da yer çəkəcəyik. Darvazası gözəl bir düz magistral yolun qırağındadır. Getdik. Bu da su sistemidir. Deməli, bax, o bu tövlə. Qoyuna baxan üçündür, qoyun heyvanına. Bu tövlə. O tövlədə olan, o evdə hər elə bir qoyuna baxan ev ayrıdır, çobanın mala baxan elə bir ayrı tikdirib müəllim. Hamısı var, gözəl qardaşlar, yəni yerləşdirəcək saytda. Wi-Fi-nə qədər, kamera sisteminə qədər hamısı var. Hər bir şey var, yəni gözəl də bir yerdə.
Deməli, dəyərli izləyicilərimiz, gəldik bax torpağın üstünə. Ferma ilə bax o fermadır. Burada torpaq yerin üstüdür. 10 hektar torpağı var. Göstərdim, deyə bir yolumuzu alaq. Yoncadır. İndi aşağıda göstərəcəm hamısını. 10 hektar torpaqdır. Bax bu tap yer, bax o öz yoncadır, bura tap yerdir. Bax bura bütöv, düz o dəriyə qədər müəllimin yeridir. 10 hektar yerdir qardaş. Özü ilə əlaqə saxlayın 055 222 25 52. Biz ferma bax oradadır, bu da yoldur. Ferma ilə buranın arası 200 metrdir. Bax bu yer. Videomuzu elə burada da yekunlaşdırdıq. Salam dəyərli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bugün 18 aprel 2026-cı il. Bərdər rayonu Mustafa kəndində belə bir fermamız çıxdı satışa, gördüyünüz kimi 120 hektar torpaq içində. Bütün hər bir avadanlığı da var, hər şeyi var. Bax ot çardağıdır, hamısını çəkib su da başının üstündə. Dəyərli izləyicilərimiz, gözəl qardaşlar. Müəllimin əlaqə nömrəsini orada qeyd edəcəyik. Elə ilk bəri başdan müəllimin nömrəsini deyirik. Qeyd edin. Yəni videonun sonunda yox. Videonun sonuna baxanda qardaşlar bəziləri orada bilmir. Deməli, müəllimin əlaqə nömrəsi 050 978 3151 nömrə ilə əlaqə saxlayırsınız. Fermalarda hamısını göstərəcəyik. Ora ambardır, hava açıq olan yer. Ambarıdır, bax o açıq olan yer. Tövlələr də bax buradadır. Çəninə qədər hər şey var. Çəni də çəkəcəyik. Bütün gözəl şəraitlə. Buyurub baxa bilərsiniz. Qiymət barədə müəllimin özü ilə danışarsınız. Qiyməti burada deyilməyəcək. Ona görə ki deyilməyəcək. Yəni, müəllim bunu real satır. Birbaşa. Deməli, gözəl qardaşlar. İşığı zaten hamısı var. Gördüyünüz kimi. Bu neçənin neçəyədir? Bilmirsən? Neçə heyvan bağlanır bura? Bir dənə, yəni, iki addelə 96 baş. Bütün. 96 baş mallıqdır. Yəqin ki, suyu elə kalotla verirsiniz da. Yemi, suyu, kalotla, orta ilə yəqin ki, araba işləyir. Aha. Gözəl, işığı var. Su içməli, suyu zar nətər? Aha. Gözəl. Oyunda o birisiləri də göstərəcəyik, hamısına baxın. Yerdəki betondur, dəyərli izləyicilərimiz. Necə? Kafel. Gördüyünüz kimi. Hamısını çəkib göstərəcəyik. Deməli, sırf bax bu çardaqlar mal üçündür. Yəni, kim istəsə qoyun da eləyə bilər də. Yəni, o baxır ki, sizin öz fikrinizə. Hal-hazırda hamısı mal üçündür. Torpaqdakı 120 hektar torpaqdır. Gözəl qardaşlar. Çəkəcəm baxasınız. Bu da yəqin ki, qalmağa yaşayış. Neçə otaqdır bu ev? 4 otaq. Hamısı sizə məxsusdur da, elə mi? 4 otaqdır, hamam, tualet, addenlidir, bir dənə əlavə kuxunası var. Kuxunusu da var, hamam. Qəşəng şəraitdir. Yəqin ki, bunun üstünə ot yığırsınız, hə? Üstü də çardaq. Nə qədər ot gedir bunun üstünə? Gedər də, yəni 2000, 3000. Qoşa kubiklə tikilir ferma.
Gözəl. Su çanıdakı neçə tonluqdur bu çan? 5 tondan da çox olar, hə. Daimi su var da. Motor vursan pastanı sıcaq. Nə gözəl. Bu da ambardır. Hansı? Ambarı da qoy çəkək də. Yox, içəri bağlıdır, yəni içində yeməkdən çöldən. İçəri ambardır. Səri ambarıdır. Nə gözəl. Ambardır, skılatıda, yəni yem skılatıdır. Bu da yem skılatıdır. İçərdən də qapısı var. Buradan baxmaq olur bura. İçərdən də oradan çıxış var da qapı. Bir de oradan da çıxışı var dəyərli izləyicilərimiz. Gördüyünüz kimi. Bütün hamısı gözəl. Ambardır. Bildiyiniz ambar. Deməli, bax bu da ikinci tövləmizdir. Gözəldir, hər cür şəraiti var. Yəni, buzoy saxlamaq üçün qəşəng addelləri var. Gözəl. İşığı var. Yəqin ki, qaz olmaz. Yox, qaz yox. Odundan istifadə edirsiniz da. Gözəl. O başdan da qapı var, bu başdan da. Yəqin ki, burada 96 başlıq olar. Olar. Müəllimin özü ilə orada nömrə deyilib, ətraflı məlumatların hamısını alarsınız. Dəyərli izləyicilərimiz. Kanalizasiya sistemi ilə gedir, yoxsa atırsınız? Atırır, yəni su deyir, kanalizasiya. Kanalizasiya ilə gedisi deyir. Nə gözəl. Orta ilədəki araba işləyir, yem. Sudakı kalotlarla gözəl qardaşlar. Gözəl, bax belə kalotları var. Döydüm ölməz kalotları var. Allah xeyir versin. İnşallah çəkib hamısını göstərəcəyik, baxın. Deməli, dəyərli izləyicilərimiz, bu gördüyünüz yerdə su bunun başının üstündədir. Yəni, əkin içində tam gözəl əlverişli yerdir. Yəni, heç bir problemi yoxdur. Qapıdakı gembol, həyətdir. Çəkib göstərəcəyik. Burada 2 dənə də elə bir balıq gölü var, amma qurudur da. Yəni, balıq da saxlamırlar. Kim istəsə saxlaya bilər. Onu da deyim, biləsiniz. Onu da göstərəcəyik. Bax, 2 otaq, qardaşın qaldığı yerdir. 2 otaq, bəli 2 otaq. Buradakı hamam tualetdir, gördüyünüz kimi. Aydındır. Deməli, dəyərli izləyicilərimiz, bura bax, balıq gölüdür. Yəni, qurudulub. Yəni, kim istəsə, yəni, balıq da saxlaya bilər. Ərazisi də ki, qəşəkdir. Çox geniş yerdir. Hal-hazırda balıq yoxdur. Balıq gölüdür. Buraxın, saxlayın da, gözəl, yəni qamışlıq olan bir yerdədir. Buyurub baxa bilərsiniz. Tam ətraflı bütün məlumatların hamısını müəllimin özündən birbaşa alarsınız. Bax, bu yem ambarıdır. Bütöydür, yoxsa bu ara kəsmən? Neçə ton buna yem yığmaq olur? 200 ton. Geniş ambardır. Qabağı da qəşəng asfalt. Gözəl. Yəni 200 ton pon. Bütün tədarükünü gör. Qışda əziyyət çəkmədən. Torpaqla göstərəcək bir müəyyən yerlərini. Baxın. Deməli, gözəl insanlar, gözəl qardaşlar. Dediyim kimi, su başının üstündədir, suyu da göstərəcəm. 120 hektar torpaqdır. Əkin üstündə var. Belə, yəni oturaq sahəsi də var. Müəllimin özü ilə, yəni 120 hektar torpağın ərazisi var. Torpağı var. Birbaşa danışırsınız, çardağıdır, fermalarıdır, navesidir, hər şeydə, yəni ambarıdır, yəni qalmaq üçün evidir, hər şeyi var. Yəqin ki, kamera sistemi yoxdur. Var. Kamera sistemi də var. Nə gözəl. Suyu da çəkək. Bu su istifadə edirsiniz? Bəli, örüşü ona suyu. Aha.
Sahəni də bax bu su ilə sulayırlar. Bax bildiyiniz sahə bax bu su ilə sulanır. Sudakı daimi var. Gözəl, yəni bütün ərazi hər tərəf bağlıdır. Müəllimin özü ilə danışın qardaş. Orada əlaqə nömrəsi var. Tam da gözəl. Yəqin ki bu su Qarabağ kanalından gəlir. Qarabağ kanalından gəlir gördüyünüz suda. İnşallah müəllimin özü ilə birbaşa əlaqə saxlayın. Əlaqə nömrəsi orada var. Bu gördüyünüz yerlər hamısı müəllimə aiddir. Yəni bax bu gördüyünüz ərazi hamısı 120 hektar yerdir. Müəllimin özü ilə danışın, müəllim sizə tam ətraflı məlumatlarını verəcək.